Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir. Reportun əldə etdiyi xəbərə görə yanğın nəticəsində 1977-ci il təvəllüdlü Hümbətova yanğın nəticəsində tüstüdən zəhərlənərək ölüb. Əlavə edək ki, hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Qəmbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamaloğlu ölüb. Təcili tibbi yardım briqadası tərəfindən ümumilikdə 20 nəfər kliniki tibbi mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsində yanğının baş verdiyi çoxmərtəbəli yaşayış binasının qarşısında Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi qərargah yaradılıb. Bu haqda reportun hadisə yerindəki əməkdaşı xəbər verir. Qərargahın əməkdaşları tərəfindən müvafiq sənədləşmə, qeydiyyat işləri həyata keçirilir. Bundan sonra sakinlərin bir qisminə mənzillərdən zəruri əşyaları götürmələrinə icazə verilir. Sakinlər zəruri əşyalarını götürdükdən sonra mənzilləri müvəqqəti tərk edirlər